Yahudilər dünyanın ən ağıllı millətidir mifi. Əvvəla Yahudi milləti yoxdur, Yahudi dini var. Belə bir millət necə ola bilər ki, bir Yapon İudaizm dinini qəbul etdikdən sonra Yahudi hesab olunacaq? Məgər həmin Yapon dinini dəyişməklə millətin də dəyişmiş olur? Əsla, o elə Yapon olaraq qalır. Demək ki, Yahudi dini var və bu dinin ardıcıllarına Yahudi deyilir. Yəni, Yahudi milləti adlı bir millət yer üzündə mövcud deyil. Çünki millət cin və soy ilə ötürülür, din qəbul etməklə yox. Növbəti bir sual budur ki, yer üzündə hər hansı bir millət digər millətlərdən daha ağıllı hesab oluna bilərmi? Bəli, əksəriyyəti eyni rəng alan topluma ümumilikdə həmin rəngi şamil etmək olar və istisnalar da ümuma xələl gətirməz. Məsələn, Əfqan və Çeçenlər döyüşkən, Farslar şeirə meyilli, Çinlilər zəhmətkeş, İngilislər isə hiləgərdir. Amma ağıl məsələsi bu sadalananlar qədər səthi deyil və biz bu barədə biraz dərindən araşdırma aparmalıyıq. Əvvəlcə qeyd edək ki, ağıl və savad fərqli anlayışlardır. Savadlı, lakin ağılsız insanlar var və ağıllı, lakin savadsız insanlar da var. Ağıla qısa tərif vermək istəsək, Quranın dili ilə haqqı batildən ayıran nur, yaxşı və pisi ayırt edə bilən furqan və s. deyə bilərik. Savada sahib olmaqla ağıla sahib olmaq yolları da fərqlidir. Savad çalışıb elmə yiyələnməklə, ağıl isə günahlardan uzaqlaşmaqla əldə edilir. Allahın etdikləri günahların çoxluğu və ağırlığı səbəbindən lənət oxuduğu bir firqə barəsində isə bu kəlmə əsla işlənə bilməz. Allah Maidə surəsinin 64-cü ayəsində buyurur: Yahudilər Allaha iftira atdılar və lənətə gəldilər. Quran onların bir çoxunun küfrünü və azğınlığını artırır. Onlar yer üzündə fitnə fəsad törətməyə çalışarlar. Allah isə fitnə fəsad törədənləri sevməz. Burada bəzi insanları bir sual maraqlandırır. Allah niyə görə öz yaratdığı bəndələrini lənətləyir? Ayədən göründüyü kimi Allah Yahudiləri Yahudi olduqları üçün lənətləmir. Digər bütün insanlara nisbətdə daha azğın olduqları üçün lənətləyir. Allah Yahudiləri çox iftira atdıqları üçün lənətləyir. Allah Yahudiləri yer üzündə fitnə fəsad törətdikləri üçün lənətləyir. Tarixə nəzər salan hər kəs Yahudilərin tarix boyu dünyanın bütün məntəqələrindən yerli xalqlar tərəfindən qovulduqlarını açıq-aydın görə bilər. Maraqlısı isə budur ki, Yahudilər tarix boyu müsəlmanlar tərəfindən yox, daha çox müsəlman olmayan xalqlar tərəfindən olduqları yerlərdən qovulublar. Müsəlmanlar isə daim bu millətə rəhm edib və qucaq açıb, əziyyət edib, zülm verməyiblər. Çünki digər millətlərdən fərqli olaraq müsəlman millətlər İslamın buyurduğu tərzdə Yahudilərlə rəftar ediblər. Allah həmin ayənin ardınca buyurur: Əgər iman gətirsələr və pis əməllərdən çəkinsələr, Allah onların günahlarının üstünü örtər və cənnətə daxil edər. Maidə surəsi 65-ci ayə. İslamın göstərişləri və İslamın özü həqiqətən bütün ideologiyaların fövqündədir. Görün necə mərhəmətli şəkildə Allah bu azğın firqə ilə rəftar edir və onları yer üzündə alçaq işlərdən uzaq durmağa səsləyir. Beləliklə, Yahudilər dünyanın ən ağıllı millətidir ibarəsindəki millət məsələsinə, sonra isə ağıl məsələsini izah verdik və müəyyən etdik ki, Yahudi adlı bir millət yoxdur və ağıl günahlardan paşlanan insanlara xas bir sifətdir. Yahudilər barədə işlənə bilməz. Biz bu fikri dilə gətirənlərin əslində İsrail ən irəli getmiş ölkədir demək istədiklərini də yaxşı bilirik. İndi isə nəzərdə tutduqları fikirlərinə cavab verəcəyik. 1. İsrail dünyanın ən irəli getmiş ölkəsi deyil. 2. İsrail ümumiyyətlə bir ölkə deyil, apartheid və sionist rejimdir. 3. İsrail Yahudi dinini təmsil edən idarəçiliyə sahib deyil. 4. İsrail bütünlükdə Yahudi xalqını da təmsil etmir və ortodoks Yahudilər bu rejimi məşru hesab etmirlər. 5. İsrail BMT tərəfindən rəsmi olaraq işğalçı kimi tanınır və işğalçılıq heç bir halda dəstəklənə bilməz. Bu məqamda hər kəsin beynində yaranmış bir sual da var. Bəs Quranda adı keçən Bəni İsrail adlı millət haradadır? Bugün İsraildə yaşayan və özünə Yahudi deyən sionistlərin 3000 il əvvəl orada yaşadığı iddia olunan Bəni İsrail ilə heç bir əlaqəsi yoxdur. Bu haqda Şəhid Mütəhhərinin məşhur xütbəsi də var. Yahudilər irsi atadan yox, anadan alırlar. Onların məntiqi ilə əksər Osmanlı sultanları da Yahudidir. Çünki anaları Yahudi olub. Yəni bu gün özünə Yahudi deyib Yaqubun oğlu Yahudanın nəslindən gəldiyini iddia edənlərin özləri belə irsi atadan aldıqlarını iddia etmirlər. Soy və genin atadan yox, anadan ötürülməsi isə yalnız və yalnız Yahudilər üçün məqbuldur. Həmçinin istənilən millətə mənsub olan bir qadının Yahudiliyi qəbulundan sonra doğduğu uşaq Yahudi sayıldığı üçün bugünün Yahudilərinin Bəni İsrail ilə bir əlaqəsi qalmır. Bu barədə məşhur Britaniyalı yazıcı, milliyyətcə Yahudi olan tədqiqatçı jurnalist Arthur Koestner öz məşhur əsəri olan 13-cü şəcərə, Xəzər İmperiyasının süqutu və onun varisləri kitabında yazır.
12 Yahudi şəcərəsinə daha bir əlavə olundu. Bu Xəzərlər idi, hansı ki etnik olaraq onların Yahudilərlə heç bir əlaqəsi yox idi. Daha sonra o qeyd edir. Bugün Yahudilərin demək olar ki, hamısı Xəzər mənşəlidirlər. Onların əcdadları heç də İordan, Xanaadan deyil, Volqa sahillərindən və Qafqazdandırlar. Bu barədə Qumilyovun, Mikhail Artamonovun, Peter Gouldinin, Svetlana Pletnovanın Xəzərlərin tarixi ilə bağlı yazdıqları samballı əsərlərə də göz ata bilərsiniz. Kiçik bir qeyd. Kimlərsə tarixdəki hansısa fizik, ixtiraçı, kimyagər, yazıcı və alimin etnik mənsubiyyətini önə çəkərək, bax belə adamlar ancaq Yahudilərdən çıxır deyə bilər. Bəli, doğrudur ki, dünyadakı bəzi millətlər sivilizasiyadan geriyə qalıb və tarix boyu bir dənə də olsa alim yetişdirməyiblər. Bunlar əsasən Afrika ölkələridir. Əslində onların geridə qalmasına və qul kimi istismar olunmasına da şəraiti biz yaratmışıq. Yahudilərin dünyaya yetişdirdiyi alimlərin hər biri barədə araşdırma aparsaq, onların Yahudi inancına sahib olmadığını və yalnız etnik cəhətdən Yahudi hesab olunduqlarını görərik. Yahudi bildiyimiz alimlərin demək olar ki, hamısı ateist, ən yaxşı halda deist olublar. Biz məqalənin əvvəlində isə Yahudiliyin etnik mənsubiyyətlə ötürülmədiyini izah etmişdik. Qısa şəkildə fikrimizi cəmləşdirərək bunu deyə bilərik ki, Yahudilər anası Yahudi olan ixtiraçı, fizik, alim və digər tanınmış şəxslərə Yahudi deməklə özlərini üstün irq kimi göstərməyə çalışırlar. Bu, bütün millətləri qul, yəni qoy, heyvan, özlərini isə onların sahibi bilmələri, Siyonist inancının əsasını təşkil edir. Allah isə bu axmaq inancı sahib olanların özlərini heyvan adlandıraraq buyurur. Tövrat gəzdirənlərin misalı, kitab yüklənmiş eşşəyin misalıdır. Allah zalim qövmü düz yola yönəltməz. Cümə surəsi 5-ci ayə.